Salam, 103-cü sualın izahına baxacağıq. Cədvəldən uyğun bütün sözləri seçin deyir sualda bizə. Mürəkkəb sözdür, bir də mürəkkəb söz deyil. Demək, mürəkkəb sözlərin içərisindən mürəkkəb olanları seçəcəyik, olmayanlardan olmayanları seçəcəyik. Və burada mürəkkəb sözdür, Məhəmməd Şah mürəkkəb söz deyil. Bu, deməli, mürəkkəb söz kimi bunu götürmək olmaz. Çünki bu mürəkkəb adı mürəkkəb söz deyil. Məmmədqulu sözü mürəkkəb söz kimi götürmək olar. Çünki iki dənə müstəqil mənalı sözün birləşməsindən yaranıb deyə bunu götürmək olar. Sırağa gün sözü. Sırağa gün sadə sözdür. Çünki sırağa deyə bir söz yoxdur dilimizdə. Bu da bütöv şəkildə sadə söz olur. Ona görə bu olmur. Bunu götürmək olmaz. Mürəkkəb söz deyillərdən də mürəkkəb söz olmayanları seçirik. Burada inişli sözü sadə sözdür. İnişil elə kökdür. Ona görə bunu götürmək olar. Mürəkkəb söz deyil, bu sadə sözdür. Çünki inişdən də inişil deyə bir söz yarana bilməz. Ona görə 2-4 olur, C olur. Bugünkü sözündə, bugünkü bu mürəkkəbdir. Mürəkkəb söz deyil deyir. Mürəkkəb söz deyillər, olmayanlar götürməliyik də. Yəni bu mürəkkəb deyə götürmək olmaz. Çünki bu ilə gün müstəqil mənalı iki sözün birləşməsindən yaranıb deyə bunu götürmürük. Bu dəfə yenə bu da mürəkkəbdir deyə bu da götürmürük. Qalır C variantı 2 ilə 4.